Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'a şükürler olsun ki kardeşler, Allah Teala bizi bu güzel aya yetiştirip, Ramazan ayına yetiştirip Allah Teala bizi ve bize nasip edir ki biz oruç tuturuq. Elhamdülillah. Böyük bir xeyirdir, böyük bir faydadır. İftar veren kardeşlerimize Allah bereket versin, mallarına bereket versin. Necə gəlir Enes radiyallahu anhudan, deyir ki Muhammed sallallahu aleyhi ve sellem bir qövmün yanında iftar eləyərdisə, onların evində, süfrələrində iftar eləyərdisə, onlar üçün dua eləyər. Deyərdi ki, aftara indakumus saimun ve ekele ta'amakumul abrar ve sallat aleykumul melaike. Görün nə deyir? Deyir ki, oruç tutanlar sizdə iftar etsin. Biz də deyirik, oruç tutanlar sizdə iftar etsin, qardaşlarım. Və əkələ tə'amakumul abrar. Və yeməyimizi Allahın xeyirli qulları, təqvalı qullar, əməli salih qulları yesin. Biz də deyirik ki, Allah Taala'nın xeyirli qulları sizin mallarınızı yesin. Buna görə siz savab qazanırsınız. Həmçinin buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem sonda və sallat aleykumul melaike. Və Allahın mələkləri, xeyirli qulları, ona heç vaxt ası olmayan qullar sizin üçün dua etsin, sizə təriflər desin. Biz də deyirik ki, Allah Teala mələkləri sizin üçün dua eləsin, bağışlanma diləsin, qardaşlar. Allah Teala bütün iftar verən müsəlmanların iftarlarını qəbul etsin və oruç tutanların savabından azalmadan o qardaşlarımıza da Allah Teala kamil savab nəsib eləsin. Elhamdülillah. Və sonra qardaşlar, xeyirli bir aydayıq Ramazan ayında. Ramazan böyük bir xeyirdir, böyük bir məktəbdir. Elhamdülillah. Bir aylıq bir məktəbdir, bir mədrəsədir. Hər birimiz, yəni kimlər ki yetişiblər Ramazan ayına, yəni o mənada ki artıq qəbul olublar bu mədrəsəyə. Bir aylıq mədrəsədir. Görək kim necə bitirəcək bu mədrəsəni, qiyməti necə olacaq, dərəcəsi necə olacaq, əməllərindən savabları nə qədər olacaq. Şək yoxdur ki, o kəslər xeyir üzərindədir ki, onlar ibadətlərinin hər birində, istər gizlin, istər aşkar ibadətlərin hər birində ixlaslıdırlar və Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən müvafiqdirlər. Çünki Allah Teala yaratmaqda əsas məqsədi budur ki, Allah Teala buyurur ki, "Ellezî halaqal mevte vel hayate liyebluvekum eyyukum ahsanu amela." Hansınızın əməl baxımından üstün olmasını sınamaq üçün ölümü və həyatı yaradan odur. Ne üçün yaradıb Allah Teala? Əməl baxımından ən üstün olanlara görə. Ki, baxsın kimlər əməl baxımından ən üstündür. Fudayl ibn İyad rahimehullah buyurur ki, əməl baxımından ən üstün olanlar o kəslərdir ki, onların əməlləri xalis Allahın rızası üçündür və Muhammed sallallahu aleyhi ve sellemin göstərişi üzərindədir. Oruç tuturuq qardaşlar bu ay. Və kimlərə Allah nəsib eləyibsə, onlar Quranda oxuyurlar. Muhammed sallallahu aleyhi ve sellem xəbər verib hədisdə, hədis Abdullah ibn Amr radiyallahu anhdan gəlir, buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem, "As-siyamu vel-Qur'an." Oruc və Quran. Yəşfə'ani lil-abdi yevmel-qiyamə. Qiyamət günü qul üçün şəfaətçi olacaqlar. Nə? Oruc və Quran-ı Kərim. Yəqulu-s-siyam. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, oruc deyəcək Allah Teala'ya. Ey Rabbi inni məna'tuhu at-ta'ame ve'ş-şəhəvat bin-nəhar fəşşəffi'ni fihi. Ey Rəbbim, gündüzləri mən ona mane oldum, yemədi, içmədi və nəfsi istəklərini və şəhvətlərini tərk elədi. Yəni mən ona mane oldum. Məni onun üçün şəfaətçi et. Bu orucun sözüdür. Allah Teala'ya qiyamət günü deyəcək. Yəqulul Qur'an. Quran da deyəcək ki, Rabbi məna'tuhu ən-nəvmə bil-leyli fəşəffi'ni fihi. Ey Rəbbim, gecələri yuxusuna mane olmuşam. Yəni gecələri mənə görə yatmayıb. Yəni nə edib? Quran-ı Kərim oxuyub, taravih namazı qılıb,
təravih namazında Quran-ı Kərimi tilavət eləyib. Həmçinin bəzən sual verirlər ki, qardaşlar, görürsən, deyirlər ki, məsələn, mən təravih namazını bitirdim. Burada bir haşiyəyə çıxaq. Təravih namazını bitirdim. Fərqi yoxdur məsciddə imamla və yaxud da özüm evdə. Lakin Allah nəsib eləyir, sübh namazından öncə 1 saat, yarım saat qabaq oyana bilirəm. Sahurdan qabaq və ya sahurda oyanıram. Artıq namazı bitirmişəm, neyniyim? Namaz qılmalıyam, yoxsa neynəməliyəm? Əlhəmdülillah, gecə vaxtı ibadətlər, qardaşlar, tək namaz deyil. Allah Teala təqvalı qulları haqqında Quran-ı Kərimdə buyurur ki, "Kənu qalilən minəl-leyli mə yəhcəun." Onlar gecələri az yatarlar. Və bil əshari, yəni az yatıb neyniyərlər? Və bil əshari hum yestəğfirun. Səhər çağı Allahdan bağışlanma diləyərlər. Elm əhli deyir ki, kim səhər vaxtı, yəni sübh namazından öncəki vaxt oyanırsa, şərt deyil ki, mütləq namaz qılsın. Əgər namazı o vaxta saxlayıb o vaxtı qılırsa, böyük bir xeyirdir. Lakin namazdan da əlavə ibadətlər var. Məsələn, Quran-ı Kərim oxuya bilərsən, ərəbcə, Quranı oxu. Allahın dediyi kimi, وَبِالْ أَسْحَارِهُمْ يَسْتَغْفِرُونَ Səhər vaxtı bağışlanma diləyərlər. İstiğfar eləyə bilərsən. Allaha deyə bilərsən ki, ya Rab, mənə bağışla, valideynlərimi bağışla, ailəmi bağışla, müsəlman kişi və qadınları bağışla. Başqa zikirlər eləyə bilərsən. Nə bacarırsan zikirlərdən, nə bacarırsan, nə bilirsənsə zikir, onları eləyə bilərsən. Həmçinin ən əfsəl əməllərdən gecə istiğfar, daha doğrusu dua eləyə bilərsən. Allaha öz ehtiyaclarını ərz eləyə bilərsən. Çünki duaların qəbul olmasına ən layiq olan vaxt necədir Muhammed sallallahu aleyhi ve sellem? Gecənin sonuçta biridir. Ne üçün? Çünki insanın qəlbi o vaxt hazır olur, xuşulu olur və tək olur. Riyadan, sum'adən, bu xəstəliklərdən uzaqlaşıb tək qalırsan. Kimə göstərəcəksən ki, o vaxt özünü? Heç kimə. Birdən Allaha. Xəstən üçün dua edirsən Allaha, hidayət olmayanlar üçün hidayət istəyirsən, Allahdan ruzuq istəyirsən, Allahdan ölkən üçün əmin-amanlığı üçün dua edirsən, istəyirsən Allahdan səni bağışlasın. Bax, gecə vaxtı, qardaşlar, bu ibadətlər də əzəmətli ibadətlərdir. Yəni, mütləq deyil ki, sən namaz qılmalısan gecə vaxtı. Quran, görürsən, deyir ki, qiyamət üçün Allaha deyəcək ki, mənə görə yatmayıb yarım, oxuyub məni. Təbii ki, böyük bir əməldir. Kimlərə ki, Allah nəsib eləyib Quran-ı Kərimi oxumağı, qardaşlar, əlhəmdə böyük bir xeyir üzərindədirlər. Fikir verin, hədisdə nəyi qeyd elədi Muhammed sallallahu aleyhi ve sellem? Oruc və Quran. Yaxşı, hər oruc tutan üçün orucu gəlib qiyamət üçün şəfaətçi olacaq? Sual. Yox. Hansı oruc tutanlardan gedir söhbət? Necə Muhammed sallallahu aleyhi ve sellem başqa hədisdə izah edir ki, Allahın ehtiyacı yoxdur o kəsin orucuna ki, o yalan sözü tərk eləmir. Yalana əməl eləməyi tərk eləmir. Fasiqliyi, pis əməlləri tərk eləmədən, gözünü qorumadan, qulağını qorumadan, dilini qorumadan, qəlbini asiliklərdən qorumadan qarnını aç saxlayır. Allahın belə adamın orucuna ehtiyacı yoxdur. İbn Baz deyir ki, rahimahullah, həkədə siyəm limən ətqanəhu. Yəni, bu oruc o kəsə şəfaətçilik eləyəcək ki, o adam orucu tam doğru tutub, düzgün tutub. Muhammed sallallahu aleyhi ve sellemin göstərdiyi xətaları tərk edib. Və o xətaları tərk eləməklə yanaşı orucun savablarını artırıb. Necə? Oruclu ikən Allah Taala'nın çoxluğu zikr eləməklə, istiğfar eləməklə. Baxın, alimlər deyirlər ki, qardaşlar, bir qul Allaha onun kəlamından da daha əfsəl, əzəmətli bir əməllə yaxınlaşa bilməz. Yəni, Allaha yaxınlaşmaq istəyirsən. Ümumiyyətlə, möminin əməlləri nə üçündür? Yəni, mömin kişi və möminə qadının əməllərində əsas məqsəd nədir? Ne üçün əməllər eləyir? Müsəlman kişi, müsəlman qadın niyə görə əməllər eləyir? Allaha yaxınlaşmaqdan ötürü. Allah ondan razı qalsın. Allah o salih əməllərin qəbul eləsin. Onu bağışlasın qiyamət günü.
öz cənnətinə daxil eləsin. Elm əhli deyir ki, Allaha yaxınlaşmaq üçün ən əfsəl əməl çox uzaqda deyil, hər birimizin yanındadır. Hər birimizin telefonunda, evində, kitabında, Quran-ı Kərimdə, hər yanda sənəndir. Oxuyursan Quran-ı Kərimi, xüsusən Ramazanda. Xüsusən Ramazanda. Yəni, Quran-ı Kərimdən də daha çox savablı əməl eləyə bilərik biz orucluqla qardaşlar, Ramazanda. Kim cavab verə bilər? Bir də deyirəm. Ramazanda Qurandan başqa şey bizə daha çox savab gətirə bilər. Yaxşı, nədir bunun izahı? Niyə görə yox? Demək istəyirdim. Yaxşı. Çünki, qardaş, bir salih əməl eləyəcəksən, bir savab və ya 10 savab. Lakin Quran-ı Kərimdən bir kəlmə xusam, kəlmənin hər birinin hərifinə 10 dənə savab. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Mən qara'a harfən min kitabillahi ta'ala fələhu bihi həsənə vəl həsənətu bi'əşri əmsəlihə. Kim Quran-ı Kərimdən bir hərif oxusa, min kitabillah, Allahın kitabından, yəni Allahın kitabını kənara qoyub, kafirlərin, zındıqların, mücrimlərin, kitabların oxuyanlara elə demirsən. Gün ərzində iqralar, özü Ramazanda Ramazanda hələ iqralar, futbol, insanları yalandan güldürən, nə bilim, komedixana, filan serial, filan aktyor, filan aktrisa. Yəni Ramazan ayında da, yəni bu Ramazanda da bunu edirsənsə, qardaş, yəni vəziyyətin yaxşı deyil. Bu o deməkdir ki, Ramazan sənə təsir eləməyib. Yəni səndə islahat nə üçün olmaq heç başlamayıb. Çünki sələflərimiz Ramazandan öncə artıq özlərini hazırlayardılar ki, günahları tərk eləyim, heç olmasa Ramazanda qəlbim imanla dolsun, qəlbim güclənsin imanla. Quran-ı Kərimi oxumağı bacarmayıb, Quran-ı Kərimə vaxtı ayırmayıb, başqa şeylərə vaxt ayıranlar qiyamət günü Allaha nə deyəcəksən ki, qardaş? Yəni 10 ildir, 5 ildir, 20 ildir, əlhamdülillah, hidayət olmusan, Allah səni doğru yola müvəffəq eləyib. Gör, nələr eləmisən, bir də Allahın kitabından başqa. Və əksəriyyət də qardaşlar, içimizdə cavan uşaqlar, cavan qardaşlar meyillidirlər telefona və ya başqa cihazlara. Vallahi qardaş, qiyamət günü Quran-ı Kərimin hər bir hərifinin savabını axtaracaqsan ki, Allah bəlkə o savabla səni bağışladı qiyamət günü. Bəlkə o oxuduğun hərif, kəlmə səbəb oldu, tərəzin ağır gəldi, Allah ona görə səni bağışladı. Bir hərif 10 savab. Lakin ümid edirik ki, Allah Teala ondan da qat-qat artıracaq. Ondan da qat-qat artıracaq. Elm əhlidir ki, nə üçün Muhammed sallallahu aleyhi ve sellem burada orucla Quran-ı Kərimi qeyd elədi? Çünki hər iki əməl əzəmətli əməl olduğu üçün. Oruc əzəmətli əməldir. Orucun əzəmətinə baxın. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala buyurdu ki, Kullu əməl ibni Ədəm ləhu. Adəm evladının bütün əməlləri onadır. Özü üçündür. Sonra deyir ki, Əl-həsənətü bi-əşri əmsəlihə. Və əməllərinin hər birinin də savabı 10 mislinə bərabərdir. Çünki ayədə də Allah Teala buyurur ki, Mən cəə bil-həsənəti fələhu əşru əmsəlihə. Kim bir həsənətlə, savabla gəlsə Allahın qarşısına 10 misli var ona. Ayənin davamında Allah Teala buyurur ki, وَمَنْ جَاءَ بِالسَّيِّئَ. Yaxşı, birdən pis əməllə gəlsə kimsə, فَلَا يُجْزَ إِلَّا مِثْلَهَا. Cəzası elə o pis əməlin qədərində olacaq. Rəhmətinə baxın, bir savaba 10 qat, ondan da əlavə verəcək, amma pis əmələ isə miqdarında cəza verəcək. Əslində verə bilər, lakin yenə rəhməti də Allah Teala. Fələ
Allah Teala bu ayənin davamında "Vahum la yuzlamun" onlara zülm olunmayacaq. Zərrə qədər zülm eləməyəcək Allah Teala. Xeyri artıracaq. Rəhmətindən, ədalətindən isə cəzanı çoxaltmayacaq Allah Teala. Buyurur ki Allah Teala "İllə siyam fe innehu li." Adəm evladının bütün əməlləri onun özü üçün də orucdan başqa. Oruc mənimdir. Və ənə əczi bihi. Ona görə mən onu mükafatlandıracam. Nə mükafat verəcək Allah Teala qardaşlar oruç tutanlara? Allah bilir. Gizlədib Allah Teala. Gizlədib. Nələr verəcək Allah Teala oruç tutanlara? Yemirsən, içmirsən, şəhvəti tərk eləmirsən. Nəfsinin istədiyi o qədər şey var ki gün ərzində. Mübarizə aparırsan ki yox. Hal-hazırda sənə istəmirəm. Yemirəm, içmirəm, gedmirəm, gəlmirəm. O məkanlarda oturmuram. Niyə görə? Rəbbim bu günlərdə onu mənə qadağa eləyib. Sən belə eləyirsən Allah Teala üçün, Allah Teala da qiyamət günü nə bir gözün görmədiyi, nə bir qulağın eşitmədiyi, nə bir dilin danışmadığı, nə bir qəlbə düşməyən əzəmətli mükafatlar, neymətlər verəcək. Buyurur ki Peyğəmbər sallallahu aleyhi ve sellem hər bir hərifə Quranı oxuyana 10 dənə savab. 10 dənə savab. Sonra bildirir ki La aqulu alif lam mim harf. Deyir ki mən demirəm alif lam. Bilirsiniz Quran-ı Kərimin bəzi surələrin əvvəlində alif lam mim başlayır. Deyir mən demirəm ki bu hərfdir. Sonra deyir ki velakin alif harf. Lakin alifin özü hərfdir. Elhamdülillahi Rabbil alemin deyirsən. Var orada bir dənə alif. 10. Lam 20. El-hamdu 50. Bir də bunu dedin, 50-dən savab qazandın. Bax, əziz qardaş, bunları deməməklə bu qədər savablar gedir. Nə qədər ki, Quran oxumuruqsa, bu qədər savabları itirirsən. Boş-boşuna gedir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Lis-saimi farhatani." Oruç tutanın 2 dənə sevincli halı var. Harda da o sevincli hal qardaşlar? Lis-saimi farhatani buyurur ki Muhammed sallallahu aleyhi ve sellem oruç tutanın 2 dənə sevincli halı var. Birincisi farhatun hine yuftir. Hine yuftir. Birinci sevinci, fərəhi iftar eləyəndədir. Həqiqətən də belədir. İnsanın fitrəti belədir. Gözləyir ki, bir dənə iftarı açım. İkinci sevinc hardadır? Mükafatı alanda. Özə mükafat bilmirsən nədir? Bilmirsən ki, nə verəcək Allah Teala? Nə verəcəksə, nə ya Rabbi, oruç tutanlara? Nədir o gizlətdiyin? Hikmətindən də həvəsləndirib qullarını. Əziyyət çəkməyə lazımdır. Yemirsən, içmirsən, tərk eləyirsən. Allaha görə var elə bir əməl göstərə bilərsən. Nəfsin onu istəyir. Amma Allah istəmir. Sən də deyirsən ki, yox. Bax, bu nəfsim, bu da mənim Rəbbim. Allah istəmirsə, mən də istəmirəm. Mənim Rəbbim istəmirsə, mən də istəmirəm. Yəni Allah Teala bunu yerdə qoyacaq, mükafat verməyəcək. Vallahi elə mükafatlar verəcək ki, hətta bəziləri deyəcəksən ki, dünyada bunlardan var idi. Allah Teala deyəcək, yox, dünyadakılar oxşuyurdu. Adlar eynidir. Məsələn, nar burada da var, orada da var. Alma, banan misal olaraq. Burada da, orada da məsələn. Adlar eynidir, amma o başqadır, tamam. İçki verəcək Allah Teala. Bu dünyada içirsən, sözünü də apara bilmirsən, bəzən kimsə sənə yer aparır, ayıq taksi və s. Başın da ağrıyır, səhər peşman olursan ki, nə qədər pulum da getdi, daha bundan sonra eləməyəcəm, daha içməyəcəm. Amma oradakı içkidən Allah Teala elə bir xəbər verib ki, içəcəksən, ləzzət eləyəcək.
Boğazından da rahat keçir. Bu dünyada içirsən, ağzını, gözünü, burnunu büzürsən. Elə bir dənə görkəm alırsan ki, onu içəndən sonra adamın sənə yazığı gəlir. O nə məcburdur? Özünə də zülm edirsən. Yəni məcburdur. Özə elə bir ləzzət verir ki sənə. Bir müddətdən sonra arxasında peşmançılıq durur. Allah bir nəyin pulunu verib alıb onu içdin, sonra peşman olasan ki. İçki içənlərin əksəriyyətinə baxsan əziz qardaş, içki içənlərin əksəriyyəti canımıdır xilas eləsəydim, bir canım qutarsaydı bu içkidən. İçalatını məhv eləyir, ailəsi məhv olub, ətrafında olan insanlar ondan ayrılır. Və hamı onu tanıyır necə? El arasında olan dillə desək, kobud dillə alkaş kimi. Necə pisdir gör. Amma Allah Teala eləsindən vəd verib sənə ki, içəcəksən köfün kökələcək. Necə deyərlər? İçəcəksən, yenə içmək istəyəcəksən. İçəcəksən, özə necə? Nuş canlıqla Allah Teala deyir ki, kulu vaşrabu bimə əsləftum fil əyyəmil xaliyə. Yeyin və için. Niyə? Keçmiş günlərdə etdiyiniz o salih əməllərə görə. Yəni, vay o gündən ki, Allah qorusun, sənə deyilsin ki, وَذُوقُ الْعَذَابِ Dünyada etdiyin o münkər əməllərə görə əzabı dad. Allahın rəhmətini dadanlar bir kənarda, əzabını dadanlar da bir kənarda. Cənnət əhli biləcək ki, o tərəfdə bir dəstə var, cəhənnəm əhli onlar yanıb yaxılırlar. Allahın rəhməti ilə fərəhlənəcəklər, sevinəcəklər. Cəhənnəm əhli bu yanda biləcək ki, o yanda bir dəstə var, cənnət əhli. Onlar ləzzətlər içindədirlər. Və bu onlara biraz da ağrı gətirəcək. Hətta xahiş eləyəcəklər cəhənnəm gözətçisindən ki, Rəbbivə dənən daha dözə bilmirik. Öldürsün, ölüm hökm versin və salam, ölək. Yaxşı cavab. Özə təsəvvür edin ki, vallahi gəlir ki, sələflər deyirlər ki, yəni, onlar cəhənnəm gözətçisini xitab eləyəcəklər ki, Rəbbivə denən, onu deyəndən sonra 30 ildən sonra cavab verəcək onlara. Allah bilir necə. Təsəvvür elə. Cavabda nə olacaq? Ölüm yoxdur. Əbədi əzab. Əbədi əzab çəkəcəksən. Özə necə əzab Allah qorusun hər birimizi Allah Teala vəsf eləyib ki, yəni içəcəkləri içalatın dağıdacaq. Dəriləri yanacaq, sonra təzdən dəri verəcək Allah Teala. Yəni Allah Teala yerdə qoymayacaq bunu. وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ اِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارُ Allah Teala der ki, Allahı o zalimların əməllərindən qafil olduğunu hesab eləmə. Elə bilmə ki, Allah Teala görmür. O qədər şirklər, küfürlər, müsəlmanlara əziyyətlər, zülümlər, nələr. Bunları Allah Teala yerdə qoyacaq? Yox. Allah Teala xəbər verir ki, onların cəzasını elə bir günə saxlamışam ki, o gün insanların gözləri çevriləcək Allah Teala'nın qorxusundan. Allah Teala hamımızı qorusun, nəsə uzağa getdik biraz. Allahdan istəyir ki, Allah Teala bizi ən kamil oruçdan qullarından etsin. Allah Teala bizim oruclarımızı və Quran oxumaqlarımızı bizim üçün qiyamət günü şəfaətçi etsin. Kimlər ki, içimizdə qardaşlar Quran-ı Kərimi oxuya bilmirlərsə, oxumağı öyrənsinlər. Özləri öyrənsin, uşaqlara öyrətsinlər, ailəyə öyrətsinlər. Vallahi qardaş, bilirəm ki, bugün ailədə sən məsuliyyətli deyilsənsə, səndən də məsuliyyətli adam yoxdur gəlib yoldaşa, tövhid öyrətsin, sünnət öyrətsin, uşağa Allahı və Rasulunu öyrətsin. Sən eləsən eləyəcəksən, sən eləməsən bil ki, heç kəs eləməyəcək. Ya bu dünyada tövhid əhli qoyub gedəcəksən, ya da bu dünyada, daha doğrusu belə desə, ya bu dünyada sənə salih əməllər, savablar qazandıran bir əhl-i beyt, bir salih evlad qoyub gedəcəksən, ya da səndən sonra
gecə gündüz sən əməl dəftəri günahlarla dolduran talih evlad qoyub gedəcəksən. Allah hamımızı qorusun. Allah Teala bizi də sizə bağışlasın. Rəbbim Ramazanı bizim üçün bərəkətli eləsin. Ramazanın sonuna qədər bizi aparsın Allah Teala. Qədir gecəsinə bizi yetişdirsin. Qədir gecəsində ona gözəl şəkildə ibadət eləməyi, ibadətin bütün növlərindən istifadə eləməyi bizə nəsib eləsin. Allah hamımıza bərəkət versin. Əziyyəti keçən hər bir qardaşımızın malına bərəkət versin. Fərqi yoxdur, alan, gətirən, pişirən, həmçinin yeyənlərə də Allah bərəkət versin. Allah razı olsun. Və sonda qardaşlar bir şey sizə xatırladım. Diqqət elədiksə əvvəldə sünnədə gələn duanı elədik. Dua nə idi? Aftara indakumu saimun və əkələ təamakumul abrar və sallət aleykumul mələikə. 3 dənə. Balaca. Və bunu öyrənin. Kim sənə iftar verirsə, bu xeyirdən onu məhrum eləmə. Balaca. Telefonunda və ya yaz bir kağıza. Əlhamdülillah. Evdə onu 3 dəfə 5 dəfə oxusan, əzbər biləcəksən. Şərt deyil. Görsən bəzən hansısa qardaş bildiyi bir zikri səsləndirmək üçün hansısa qardaşı utanmır. Şərt deyil özünə deyəsən. Əlhamdülillah yedin, içdin, sakit. Allah'a həmd eləyəndən sonra sakit səslə o duanı ilə o qardaşsın. Böyük bir xeyirdir. Barakallahu fikum və elhamdülillahi rabbil alemin. Amin.